kəlam elmində, əxlaq elmində belə mövzular var ki, o ruhlar ki bölürlər, nəbati ruh, heyvani ruh, mələkuti ruh. Nəbati ruh ağacda da var, heyvanda da var, insanda da var da bu inkişaf. Heyvani ruh, yəni o heyvan orada təhqir mənasında deyil. Ümumiyyətlə, məntiq alimləri və fəlsəfəçilər insana heyvanı natiq deyirlər. Canlı. Bu heyvan, yəni canlı. İnnəl axirətə ləhiyəl həyvan. Quran deyir ki, əsl yaşayış axirətdir. Bu yaşayış deyir ki, o yaşayış mənasındadır. Ki, həyatı var, canlıdır bu. Hərəkət edir bu vaxtında. Bir də mələkutu ruh. Mənə rast gəlir, indi dəqiq bilmirəm harada rast gəlir. Ki, deyir, bu mələkutu ruh, həmin o Allahın o, indi ayədə dediyimiz ruhla əlaqəsi olduğuna görə, heç o, insanın bu bədəninə girmir, daxil olmur. İnsanın belə deyil, başının üstündən onu idarə edir. Sanki insan özünə yuxarıdan baxır da. Bəli, insanın özünə yuxarıdan baxır. Yəni, cismin ona ləyaqəti yoxdur. Oradan idarə edir bir formada. Belə bir şey, məsələn, əlinin arxası ilə itələyirsən ki, əlinin içinə dəyməsin, məsələn, bu cürə. Bax, onun özünün də gəlib insanı o cürə idarə eləməsi, bu özü də insan üçün dəyərdir. Və bu, həmin o Allah min ruhi deməklə, öz ruhundan, bəli. Çünki çox kəslərə ruh verib də, çox məxluqata ruh verib. Amma heç verdi deməyib. Cinlərə də deməyib onu, heyvanata da deməyib, ondan sonra başqa məxluqata da deməyib. Ancaq insanın barəsində deyib. Bu da insanın dəyərinə dəlalət edir.